Ürəyiniz ləzzətli bir dad istədiyi vaxt mütləq bu salatı yoxlamalısınız. Salat üçün 1 ədəd bütöv toyuğun sinə hissəsini, yəni filesini qaynadıb didib əlavə edirik. 5 ədəd kökü də qaynadıb qabıqlarını soyub incə uzunsov şəkildə bunu da doğrayıb əlavə edirik. Üzərinə 500 qram qaynayıb soyutduğum göbələkləri də əlavə edirəm. Hərəsindən 1 ədəd olmaqla rəngli biberləri də incə uzunsov şəkildə doğrayıb istifadə edirəm. Salatların dadlı, ləzzətli olması üçün Secret Fukusa məhsullarını məsləhət görürəm. Digər konservlərlə də yoxlamışam, amma bu dadı, bu ləzzəti heç biri verməyib. Məhsulların qiymətləri də münasibdir. Salatın üzərinə sonda duz, bir qədər qara istiot və mayonez əlavə edirəm. Mayonezi də Secret Fukusadan seçmişəm. Təbii ki, ləzzətlə yanaşı, keyfiyyət də mənim üçün çox önəmlidir. Salatın üzərinə bolluca mayonez əlavə etdikdən sonra yaxşı-yaxşı qarışdırıram və salatımız hazırdır. Salatı servis edərkən də öz zövqünüzə uyğun servis edərək süfrəyə verə bilərsiniz. Mən deyərdim ki, mükəmməl salatın sirri Secret Fukusa mayonezi və qardalsında gizlənib. Mütləq bu məhsulları sınayın, bilirəm ki, çox bəyənəcəksiniz. Salatım o qədər dadlı, ləzzətli alınıb ki, yedikcə dadından, ləzzətindən doymaq olmur. Zövqə görə mən bu cür sadə bir bəzək verdim. Sonda kənar hissələrinə də biraz doğranmış qoz ləpəsi vurdum və salatım hazırdır. 1 saat soyuducuda dinləndirdikdən sonra süfrəyə verib nuş edə bilərsiniz. Göz haqqınızı halal edin, videonu mütləq bəyənin, yaddaşa verin, yaxınlarınızla paylaşın. Ən azı bir dəfə olsa bu salatı hazırlayın, bilirəm ki, ən sevdiyiniz salatlardan olacaq. Yeni videolarda görüşmək ümidi ilə, hələlik.